Salam, hörmətli tamaşaçılar. Azərbaycan televiziyasının canlı efirində Hədəf Analitik İnformasiya proqramına baxırsınız. Əlbəttə, Türk Dövlətləri Təşkilatının günü-gündən güclənməsi, beynəlxalq siyasətdə öz yerini tutması, geosiyasi mənada Avropa-Asiyanın birləşdirici məkanında yerləşməsi ilə öz təsirlərini günü-gündən artırması artıq bir faktdır. Bu təşkilatın və bu təşkilatda birləşən ölkələrin gələcək hərbi əməkdaşlığı da sözsüz ki, mühüm əhəmiyyət kəsb edir. Bugünkü dünyada biz hansı bloklaşmaların getdiyini görürük, hətta bir qütblü, çox qütblü olacaq dünya gələcəkdə bunun üzərində mübahisələr getdiyi bir şəraitdə bu istiqamətdəki çağırışlar həqiqətən də mühüm əhəmiyyətə malikdir. Bu cümlələrin mənası nədir? Biz proqramımız boyu sözsüz ki, danışacağıq. Əlbəttə, Zəngəzur dəhlizi məsələsi də yenə də diqqətimizdə olacaq. Bütövlükdə bu bölgənin gələcəyini nələr gözləyir? Müasir çağırışlar fonunda bir daha təkrar edirik. Əziz tamaşaçılar, proqramımızda iştirak edən qonaqlarımızla bunu geniş müzakirə edəcəyik. Cavanşir Feyziyev, Azərbaycan Parlamentinin deputatı. Xoş gəlib verişimizə. Xoş gəldik. Digər qonağımız Sahiddin Hüseynov, Azərbaycan Televiziyasının İctimai Siyasi Proqramlar Departamentinin baş redaktoru. Sahiddin, mən salamlayıram sizi. Sağ olun. Və Cəlil Xəlilov, hərbi ekspertimiz də salamlamaq istəyirəm. Cəlil müəllim, siz də xoş gəlmişsiniz verilişimizə. Cavanşir müəllim, əslində biz artıq gözlə görülən, əllə tutula bilən bir nəticəyə gəlib çıxmışıq ifadəsi doğrudurmu Türk Dövlətləri Təşkilatı ilə bağlı və bütövlükdə Türk dünyası ilə bağlı? Bütövlükdə Türk dünyası ilə bağlı görüləcək işlər hələ həddindən artıq çoxdur. Amma əlbəttə bu istiqamətdə artıq 30 il təxminən fəaliyyətlər aparılır və bu fəaliyyətlər bugünkü dünyanın, bugünkü qlobal geosiyasətin parametrlərinə uyğun olaraq addım-addım və yenə də həmin parametrlərə uyğun ölçüdə inkişaf etdirilməkdədir. Bu elə bir prosesdir ki, bu bir dəfəlik proses deyil. Türk Dövlətləri Təşkilatı, yəni bir dəfə təsis olundu, bu bitmir, bundan proses tamamlanmır. Türk Dövlətləri Təşkilatı özü mənə elə gəlir ki, bu inkişaf mərhələsində bir keçid mərhələsidir. Əslində, Türk Dövlətləri Təşkilatı Türk Əməkdaşlıq Şurasının əsasında yaranıb, doğrumu? Türk Əməkdaşlıq Şurası öz növbəsində ondan daha əvvəl fəaliyyət göstərən Türk dilli ölkələrin dövlət başçılarının sammiti əsasında yaranmışdı. Və bu addımlarla biz davam etsək, bugün mövcud olan Türk Dövlətləri Təşkilatı özü də bir keçid addımı olaraq nəticə itibarilə Türk Dövlətləri Birliyinə gətirib çıxarmalıdır. Yəni bizim siyasi görüşlərimiz, siyasi proqnozlarımız bundan ibarətdir. Və Türk Dövlətləri... Və hədəfimiz. Bəli. Və hədəfimiz. Hədəfimiz də, əlbəttə. Çünki bu, bugünkü dünyanın reallıqları onu tələb eləyir ki, dünyada yeni formalaşmaqda olan çox qütblülük şəraitində qütblərdən hansındasa birində dayanmaq zərurəti yaranır. Və heç bir Türk dövləti ayrı-ayrılıqda özü-özlüyündə qütb təşkil edə bilməz. Çünki dünyada mövcud olan güc mərkəzləri ilə müqayisədə bu zəif aktor olar və sıradan çıxa bilər. Çünki qlobal siyasət çox böyük, çox gərgin bir rəqabət meydanıdır. Bu rəqabət meydanına hazırlıqsız və yaxud zəif iqtisadiyyatla, zəif hərbi potensialla, zəif siyasətlə getmək mümkün deyil. Ona görə də burada Türk dövlətlərinin bir ailə olaraq birlikdə öz aralarındakı inteqrasiya prosesləri o şəkildə getməlidir ki, bu Türk qütbünün yaranmasına gətirib çıxarsın. Və belə olan halda bütövlükdə Avrasiyada güc nisbətləri də balanslaşmış olur. İndiki güc nisbətləri dünyanın xeyrinə deyil. Çünki bu münaqişə yaradır. Məsələn, indi görürük ki, Qərblə Rusiya arasında olan münaqişə, yəni maraqlar toqquşması münaqişə yaradır Ukraynanın qismində və bu münaqişədən təkcə Rusiya və Ukrayna və yaxud Qərb və ya Rusiya əziyyət çəkmir. Bu münaqişədən sonda bütün dünya əziyyət çəkir və hal-hazırda güc mərkəzləri də daxil olmaqla dünyanın bütün dövlətləri faktiki olaraq Rusiya-Ukrayna müharibəsinin nəticələrindən təsirlənir. Kimsə idxal-ixrac əməliyyatlarında, kimsə tranzit marşrutlarında, kimsə hansısa gəliri
əldə etməməkdə məhz bu müharibə nəticəsində. Və burada balanslaşdırıcı qüvvə ortada yoxdur. Balanslaşdırıcı qüvvə o zaman olacaq ki, Türkiyədən başlayaraq Qırğızstana qədər böyük bir coğrafi ərazidə Türk birliyi yaransın və Türk birliyi Rusiya ilə bərabər, Avropa birliyi ilə bərabər və Çinlə bərabər eyni hüquqlu güc mərkəzinə çevrilsin. Bizim ön görməmiz bunu göstərir ki, bu halda Avrasiya materikində qüvvələr nisbəti balanslaşacaq və Türk birliyinin yaranması və tam funksionallığı ilə fəaliyyət göstərməsi Qərblə Şərq arasındakı münaqişəni də tamamilə aradan qaldıracaq. Və buna görə də görülməli işlər həddindən artıq çoxdur əlbəttə. Sadəcə, məsələn, Türk Əməkdaşlıq Şurası müəyyən illər ərzində fəaliyyət göstərdi, Türk Dövlətləri Təşkilatına keçid baş verdi. Amma bu çərçivənin özündə də Türk dövlətləri arasında iqtisadi, siyasi, mədəni, sosial, hərbi əlaqələrin sinkronlaşdırılması və uzlaşdırılmasına ehtiyac var ki, sonda bu vahid bir mexanizm kimi fəaliyyət göstərə bilsin. O mexanizmin hansı mərhələsindəyik Cavanşir müəllim, indiki halda? Mən deyərdim ki, başlanğıc mərhələsindəyik. Hələ başlanğıcdayıq. Çünki birincisi bizim vahid iqtisadi məkanımız. Çünki artıq təşkilatlanıb axı, yəni təşkilatlanıb, amma struktur... Müəyyən bir vizyon var, bununla bağlı hətta 2040 vizyonu da var. Bilirik zamanında irəli sürülmüşdür. Məhz baxın, 2040 vizyonu özü də bu təşkilatlanmanın trayektoriyasını əks etdirir özündə. Yəni, bu təşkilatlanma bundan başa çatmadı. Çünki vahid güc kimi çıxış etmək üçün əvvəlcə vahid iqtisadi məkanın formalaşmasına ehtiyac var. Biz hələ bütün Türk dövlətləri eyni vahid iqtisadi məkanda deyilik. Vahid iqtisadi məkan onu nəzərdə tutur ki, bütün Türk dövlətləri arasında iqtisadi əlaqələrə tətbiq olunan bütün icazələr, qadağalar, rüsumlar və s. hamısı ləğv olunsun, aradan qalxsın və sanki bir dövlət ərazisində iqtisadi fəaliyyətlə məşğul olunurmuş kimi Avropa İttifaqı iqtisadi vahidlər bir-biri ilə o şəkildə əlaqəyə girə bilsin. Bu hələlik bizdə yoxdur. Avropa İttifaqı bunu öz praktikasında artıq sınaqdan çıxarır və baxın, Avropa İttifaqı 70 ildən çoxdur formalaşır, amma hələ formalaşmayıb tam. Yəni, o deyilən ideal birlik vəziyyətinə gəlib çıxmayıbdır. Ona görə də Türk birliyinin yaradılması bu bütün Türk xalqlarının doğrudan da ümumi ortaq bir arzusudur. Amma tək arzu ilə məsələ həll olmur. Burada görülməli çoxlu işlər var. O görülməli işlər haqqında da yol göstərən cənab prezident... Şübhəsiz, cənab prezidentin müsahibəsində də... dəfələrlə bu barədə danışıbdır. Gəlin bir iqtibasa baxaq, sonra davam edir. Dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir. Hətta yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir. Kim güclüdür, o da haqlıdır və mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və digər bölgələrdə təsdiqlənir. Qəbələdəki zirvə görüşündə mən daha da bu tezisdən irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz iki tərəfli formatda üzv ölkələrlə hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda praktik nöqteyi nəzərdən buna ehtiyac var. Çünki yenə də deyirəm, mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm, həm də ki, öz təhlilimi apararaq görürüm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Və təbii ki, sən gərək özün əmin olasan ki, sən
haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir. Heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir. Heç bir ölkəni işğal etməməlidir. Və bizim böyüklüyümüz də və müdrikliyimiz və eyni zamanda məsuliyyətimiz göz önündədir. Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində. Ancaq yaxşı olardı ki, ailəmiz olan Türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasın. Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif eləmirəm. Bəziləri bunu belə yozurlar, bu tamamilə əsassızdır. Yox. Sadəcə olaraq biz indi energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Nəzərə alsaq ki, bugün bütün ölkələr üçün bu bir nömrəli məsələdir. Ona görə təklifim qüvvədədir. Biz indi müxtəlif diplomatik kanallarla mesajlarımızı göndəririk. Əgər ümumi razılıq olarsa, onda bu il bu təlimləri biz görəcəyik. Əgər görsək ki, təlim keçirilmədi, deməli gərək sual verəsiz, kim bunu dəstəkləmədi. Amma mən ümid edirəm ki, bütün üzv ölkələr bunu dəstəkləyəcək. Buyurun Camişim, mənim sözünüzü yekunlaşdırın. Əlbəttə, cənab prezidentin çıxışında da səsləndirildiyi kimi, Türk dövlətləri arasında bayaq danışdığımız parametrlər üzrə müxtəlif istiqamətlərdə əməkdaşlıq canlanır, get-gedə daha da yüksək səviyyə qaldırılır və niyə hərbi sahədə əməkdaşlıq olmasın? Hərbi sahədə əməkdaşlıq, dünyanın bu başında yerləşən bir ölkə ilə o başında yerləşən bir ölkə hərbi əməkdaşlıq edə bilər və bir-birinə qonşu olan Türk dövlətləri niyə əməkdaşlıq etməsin? Bəli. Bu çox təbii bir prosesdir və əməkdaşlıq həm də cənab prezidentin dediyi kimi hansısa bir blok, hərbi blok yaratmaq demək deyil. Əməkdaşlıq toplanmış təcrübəni, hərbi biliyi paylaşmaq, bölüşmək, öz silahlı qüvvələrini təkmilləşdirmək və gələcəkdə qarşıya çıxa biləcək hər hansı bir problem çıxdığında ona hazır olmaq var. Bizim bu barədə artıq yaxın keçmişdən acı təcrübəmiz var. SSR-nin dağılması zamanı Azərbaycan təkləndi və ona görə torpaqlarını itirdi. Və bugünkü beynəlxalq siyasi reallıqda təklənmək ölümə bərabərdir. Təklənmək mümkün deyil. Yəni bu dövlətin perspektivlərini tamamilə şübhə altına qoyur. Bəli. Ona görə də bir halda ki, Türk dünyasını biz ailəmiz sayırıq, hesab edirik. Bu cür iqtisadi, hərbi, siyasi əlaqələr ilk növbədə öz ailəmiz olan Türk dünyası çərçivəsində formalaşmalıdır, təkmilləşməlidir və daha sonra dünyanın iqtisadi siyasi sistemlərinə inteqrasiya güclənə bilər. Bəli, Sait müəllim, Türk ailəsində nə qədər hazırdılar? Yəni bu istiqamətdə, cənab prezidentin göstərdiyi istiqamətdə münasibətləri dərinləşdirməyə baxır. Önəmli suallardan biri budur, çünki Azərbaycan-Türkiyə modeli artıq mövcuddur. Yəni illərdir biz bu istiqamətdə münasibətlərimizi çox inkişaf etdirmişik. Digər Türk dövlətləri bu məsələdə hansı mövqeyi tutacaqlar sizə görə? Bugün xüsusi bir zərurətə çevrilib artıq. Nəinki hansı mövqe tutacaqlar, xüsusi zərurətə çevrilib. Kursivlə bunu niyə görə təkrar deyirəm? Baxın, 1945-ci il iyun ayının 26-sında BMT nizamnaməsi qəbul olundu. BMT nizamnaməsi bildiyimiz kimi hamımızın 19 fəsil, 119 maddədən ibarətdir. 10 prinsip və ikinci maddənin ikinci bəndində isə xüsusi qeyd var. Heç bir ölkənin daxili işlərinə zorakılıqla qarışmaq olmaz. Bugün ətrafımızda baş verən hadisələrə diqqət edək. Bayağı qeyd olundu. Ukrayna müharibəsinə baxaq, yaxın şərqdəki proseslərə baxaq. Çox doğru qeyd olundu. Mən doğru qeyd edirəm ki, bugün təklənmək ölümə bərabərdir. Və yaxın şərqdə yeni dünya düzəni yoxdur artıq, yəni 45-ci ildən sonra yaranan format artıq yoxdur.
O dağılıb, parçalanıb, yenisi hələ yaranmayıb. Belə bir qeyri-müəyyənlikdə təbii ki, bütün coğrafiyaların vahid bir məkanda formalaşması, yəni planetin vahid bir mövqedə çıxış etməsi hələ qeyri-müəyyən görünür. Yəni, nə vaxt baş verəcək bu, onun haqqında danışmaq ümumiyyətlə mümkün deyil. Amma konkret coğrafiyalara gələcək, bəli. Türk Dövlətləri Təşkilatının bugünkü mövqeyinə baxdıqda, xüsusilə Azərbaycanın təşəbbüslərini burada daha çox diqqətə almaq lazımdır. Birinci növbədə, Azərbaycan məhz Türkiyə üçün, yəni Türkiyə-Azərbaycan müttəfiqliyində hansı strateji layihələri həyata keçirdi və bugün niyə Türkiyə Avrasiya coğrafiyasında əsas və fundamental həlqələrdən birinə çevrilib? Nəzərə alaq ki, 30 il bundan qabaq, 20 il bundan qabaq biz enerji layihələrini həyata keçirdik. Və o vaxt dünyanın böyük siyasi gücləri, hansı ki bugün Azərbaycanla əməkdaşlığa, Azərbaycanla təkliflərə açıqdılar və özləri bizə təklif edirlər ki, biz sizinlə işləməyə hazırıq. Mən konkret olaraq Amerika Birləşmiş Ştatları nəzərdə tuturam, Çini nəzərdə tuturam və digər Avropa dövlətləri nəzərdə tuturam, Qərbi nəzərdə tuturam. Yəni bu dövlətlər vaxtilə Azərbaycanın reallaşdırdığı bu layihələrin perspektivlərini bəlkə də hesablamışdılar və bəlkə də belə idi. Amma bugün Türkiyənin məhz Avrasiya coğrafiyasında həlledici məntəqə çevrilməsi hardan başlandı? Məhz Azərbaycanın reallaşdırdığı, Azərbaycanın həyata keçirdiyi enerji dəhlizləri vasitəsilə. İkinci mühüm məsələ, o vaxt enerji Avropa ilə Rusiya arasındakı münasibətlər çox normal idi. Kifayət qədər enerji qaynaqları vardı Rusiyanın və ondan bəhrələnirdilər Avropa, o cümlədən digər müttəfiqləri. Amma sonraki prosesləri, niyə bunları xatırladıram? Sonraki prosesləri proqnozlaşdıra bilmirdilər. Nə baş verəcək? Baş verdi və bugün Azərbaycanın həyata keçdiyi həmin layihə nəinki təkcə Türkiyə üçün, bütövlükdə Türk dövlətləri üçün çox taleyüklü bir hadisəyə çevrilib. İkinci mühüm məsələ və çox ciddi, həm də bugün dünyanın nəbzinin vurduğu bir layihədir. Bu da tranzit logistik imkanlardır. Azərbaycan məhz 20 il bundan qabaq Bakı, Tbilisi, Qars dəmir yolunun layihəsini, təklifini irəli sürəndə yenə müxtəlif mərkəzlərin təkidinə və həm də işğalçı Ermənistandan keçmək, onun üzərindən aparmaq təklifi ilə çıxış edirdilər ki, belə bir layihədə məhz, mən birbaşa deyirəm, Ermənistanın pozitiv rolunu ümid edirdilər. Amma yenə Azərbaycanın siyasi iradəsi, qətiyyəti, təşəbbüsü məhz belə bir imkanı ortalığa qoydu. Və bugün orta dəhlizin bütün Türk dövlətlərinin, yəni Çindən başlayıb Mərkəzi Asiya və Qafqazlara doğru, oradan da Asiyaya doğru hərəkətində yenə Azərbaycanın irəli sürdüyü təşəbbüs ön plandadır. Və bugün Türkiyənin məhz Avrasiya coğrafiyasında strateji məntəqə kimi fəaliyyət göstərməsi Azərbaycan prezidentinin, Azərbaycan liderinin uzaqgörən fəaliyyətinin nəticəsidir və bugün Türk dövlətləri üçün həlledici rol oynayır. Digər məsələ gəlincə bugün Orta Asiya və Azərbaycan. Sait, mən onu ayrıca danışacağım. Mən sualla bağlı yenə də istəyərdim ki, buyurun, Türk dövlətləri bu integrativ proseslərə daha dərin, Canşur müəllim deyir, biz elə başlanğıcındayıq, daha dərin bütün Türk dövlətləri nə dərəcədə hazırdılar? Çünki onların bir çoxu başqa strukturlarda təmsil olunurlar, biz bilirik. Və belə olan halda, yəni bunun mexanizmlərini, çünki bundan sonraki mərhələ çox ciddi mərhələdir, elə deyilmi Canşur müəllim? Necə olacaq sizə görə hərbi istiqamətdə bu hərbi təlimlərin keçirilməsi ideyasının özü ki, Azərbaycan tərəfindən irəli sürülüb, bunun yəni bütövlükdə perspektivi nədən ibarətdir? Digər Türk dövlətləri nöqteyi nəzərindən, yəni onların yanaşmaları nəzərə alınsa. Tamamilə doğru sualdır və olduqca həm də çox strateji bir sualdır. Niyə? Çünki bax bu layihələr var. Bu fəaliyyət göstərir. Və üstəlik də Azərbaycan yeni və həm də nəticə yönümlü layihələr irəli sürür. Məsələn, data mərkəzlərinin Cənubi Qafqazda, xüsusilə Azərbaycanda formalaşdırılması, yaxud rəqəmsal İpək yolunun həyata keçirilməsi, Canşur müəllim qeyd elədi, vahid iqtisadi məkan formalaşdırılması. Bunlar təşəbbüslər gözəldir, həyata da keçə bilər, hətta maneəli olsa belə. Çünki Azərbaycanın bugün iqtisadi gücü var, siyasi iradə var, amma burada əsas məsələlərdən biri təhlükəsizlikdir. Bu layihələr bir-birini nə qədər birləşdirirsə və onun ətrafında konsensus yaranırsa, bir o qədər də ona qarşı aqressiya doğurur. Yəni, Türk dövlətləri yaxud region dövlətlərinin bir arada cəmləşməsi təbii ki, əks tərəfdə müəyyən aqressiv notlar üzərinə köklənmiş hərəkətlərə vadar edir. Buna görə də nə etmək lazımdır? Təhlükəsizlik vacibdir.
Cənab Prezidentin çıxışında, daha doğrusu müsahibədə yer alan, biz təklif edirik ki, birgə hərbi təlimlər keçirək, amma bu hərbi blok deyil ifadəsinin altında yatan əsas məqsədlərdən biri regionda Azərbaycanın öz gücünə bərpa elədiyi sülh, təhlükəsizlik doktrinasının irəli aparılması bir yana, ikinci mühüm məsələ, bugün mövcud iqtisadi mənzərənin qorunması, siyasi mühitin qorunması və həm də yarana biləcək təhdidlər, bu göz önündədir bu təhdidlər və hər gündə biz bunu eşidirik. Həm Avropa İttifaqının timsalında, Avropa Şurası Parlament Assambleyasının timsalında, yaxud dünyanın digər siyasi mərkəzlərində Azərbaycana qarşı qərəzli bəyanatlara, düzdür, bugün yumşalıb və heç bir əhəmiyyət də kəsb eləməsə belə, ictimai rəyə müəyyən qədər təsir etmək gücünə malikdir. Amma bütün bunların qarşısını almaq üçün məhz həm də təhlükəsizlik yastığı deyirlər siyasi anlamda müəyyən mənada. Bu vacibdir. Buna görə də Prezidentin birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı verdiyi təklif, yəni Xankəndidə verdiyi Türk Dövlətləri Təşkilatının zirvə toplantısında verdiyi təklif və bu müsahibədə təkrarən onu dilə gətirməsi əslində məhz regionun, bütövlükdə Avrasiya coğrafiyasının həlledici məntəqəsi olan Mərkəzi Asiya, o cümlədən Cənubi Qafqazda bir mənalı sülh, təhlükəsizlik və eyni zamanda bu təhlükəsizlik üzərində dominant qüvvənin mövcud olmasını nəzərdə tutur. Bəli, təşəkkür edirəm Said müəllim. Cəlil müəllim, sizdən soruşmaq istəyirəm. İndi biz müzakirə edirik hərbi istiqamətdə təlimlər, hərbi təlimlərin keçirilməsi ideyası, bunun özü Türkiyə, Azərbaycan zaten bunu həyata keçiriblər. Amma burada model olaraq yenə də Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı göstərilir. O cümlədən də müdafiə sənayesi sahəsindəki əməkdaşlıq. Pakistan da o cümlədən. Zaten TDT Türk Dövlətləri Təşkilatı plus formatı ilə gələcək buna hesablanır. O sual da verəcəm yeri gəlmişkən. Bu mənada potensial nədən ibarətdir? Yəni hərbi sənaye sahəsində, çünki cənab prezident vurğuladı, hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri, bax bu haqda istərdik ki, danışaq. Bu bütövlükdə bu ölkələrin. Azərbaycan Respublikasının prezidentinin bilirsiniz ki, hərbi təhlükəsizliyə, daxili təhlükəsizliyə diqqət göstərməsinə əsas olan səbəblər var. Səbəblər ondan ibarətdir ki, dünyada baş verən hadisələr bir daha Azərbaycanın öz hərbi təhlükəsizliyinə, milli təhlükəsizliyinə diqqəti günü-gündən artırılmasını vacib hesab olunur. Bu sahədə prezident çox vacib addımlar, strateji addımlar atıb, son dövrlərdə görürsünüz Azərbaycan ordusunun güclənməsinə, hərbi kadrların hazırlanmasına, hərbi akademiyaların açılmasına və NATO ölkələri ilə əməkdaşlığa, особо Türkiyə ilə əməkdaşlığa böyük üstünlüklər verilirlər. Azərbaycan əskər zabitləri Türkiyə ilə bir yerdə təlimlər keçirirlər, ən müasir texnikaları nümayiş etdirirlər, istifadə qaydalarını öyrənirlər, onların hərbi məktəblərində və yaxud da bir yerdə Hərbi Sənaye Nazirliyində hərbi məhsulların, hərbi texnikaların hazırlanmasına xüsusi diqqət, qayğı göstərilir. Bu sahədə mühüm addımlar var. Bunu həmi ordu, həmi bizim Hərbi Sənaye Nazirliyinin yaradılması da çox vacib məsələlərdən biri olub ki, bilirsiniz ki, müharibə edən ölkə Müdafiə Sənaye Nazirliyinin Müdafiə Sənaye Nazirliyinin yaradılması ən vacib məsələlərdən biri olub ki, bilirsiniz ki, müharibə edən ölkələrə bəzən silah, sursat satmaqdan xarici ölkələr embargo qoyurlar, nə bilim, çətinliklər yaradırlar, həmin ölkələrə silahların göndərilməsinə maneçilik törədirlər. Amma Azərbaycan heç vaxtı da çox xarici dövlətlərdən asılı vəziyyətə bu müharibə dövründə də düşmədi. Həm özünün istehsal elədiyi məhsulları, yəni hərbi məhsullar müharibədə istifadə olundu, həm də xaricdən əvvəllər aldığı texnikalar istifadə olundu və bunun da nəticəsi bütün dünyaya məlumdur. Azərbaycan ordusu... Hərbi ekspertlərdən biri, xarici hərbi ekspertlərdən biri vurğulayır ki, son dövrlərdə Azərbaycan rəhbərliyinin, ordunun gücləndirilməsi istiqamətində, xüsusilə aviasiyanın gücləndirilməsi istiqamətində atdığı addımlar onu sadəcə Ermənistan üzərində əzici üstünlük ona qazandırmayıb. Sadəcə Ermənistan üzərində deyil. Bütövlükdə regionun çox güclü, hətta qonşu ölkələrlə müqayisə apararaq güclü
hərbi potensialını Bəli, ona görə də Azərbaycan həyata ordusu keçirmiş. dünya orduları sırasında bugün mühüm yerlərdən birini tutur. 28-ci yeri tutur Azərbaycan ordusu dünya orduları sırasında. Bu əsas məsələlərdən ondan ibarətdir ki, həm əskər zabitlərimizin yüksək mənəvi psixoloji duruma malik olması, yüksək döyüş hazırlığına malik olması, istifadələrində olan hərbi texnika, aviasiya texnikası və yaxud da ki, dəniz qüvvələrində istifadə etdikləri silah-sursatlar bu günləri dünya standartlarına cavab verən bir təhlükəsizliyini təmin edən bir ölkəyə Azərbaycan çevrilib və 44 gün müharibə dövründə də göstərdiyi rəşadət, qəhrəmanlığı bütün dünyanın aparıcı ölkələri, orduları o təcrübəni öyrənməyə cəhd göstərirlər. Dərsliklərə onları salırlar ki, öz hərbi məktəblərində keçdikləri dərsliklərdə bunları öz əskər kursantlarına, zabitlərinə öyrətsinlər. Və bugün də Azərbaycan ordusu qazandığı uğurla dayanmayıb. Yenə inkişaf üçün türk dilli dövlətlərlə, NATO ölkələri ilə həm əməkdaşlıq eləyir, həm müəyyən mübadilələr, hərbi silah-sursatla əlaqələr yaradır, yeni məhsullar alır və onu da tətbiqi üçün də Azərbaycan əskər zabitlərin hazırlığına xüsusi diqqət yetirilir. Təlimlər də 25-ci ildə çoxlu təlimlər Azərbaycan keçirdi xarici dövlətlərlə, qonşu dövlətlərlə. Həm Xəzəryanı ölkələrin dəniz qüvvələri təlimləri keçirdi, həm türk dövlətləri ilə təlimlər keçirdi, Pakistanla təlimlər oldu və gələcəkdə də bu günü-gündən miqyaslı xarakter alacaq. Çünki nəyə görə dünyada gedən proseslər prezidentin çıxışında xüsusi vurğulanır ki, biz heç kimə arxayın olmamalıyıq. Öz təhlükəsizliyimizi təmin edən qüvvəyə, silahlı birləşməyə, hərbi qüvvəyə və yaxud da ki, milli təhlükəsizlik sisteminə malik olmalıyıq. Dünyada aparılan müharibələr də indi müasir tələblər ortaya qoyur. İndi 41-45 müharibəsi deyil. İndi bunun üçün müasir texnikadan istifadə olunmalıdır. Müasir yeni texnikalar ixtira olunub ki, hansı ki o texnikalar insan itkisinə az yol verməklə qələbə, uğur qazanmağa. İndi görürsünüz, Rusiya-Ukrayna müharibəsində nələr baş verir? Hansı texniki imkanlardan istifadə edirlər? Hələ uzun müddətdir ki, burada da bir uğur, qələbə əldə edə bilmirlər. Amma Azərbaycan ordusunun hazırlığı 44 gün müharibə dövründə bütün dünyaya bir nümunə oldu. Bugün də mən elə başa düşürəm, Azərbaycan ordusunda aparılan islahatlar, ondan sonra müasir sistemə keçmələri, NATO sisteminə, profesional orduya keçid artıq müəyyənləşib. Bu sahədə böyük orduda işlər görülür və mən elə başa düşürəm ki, bunda gələcəkdə böyük nəticələri olacaq. Azərbaycan ordusu həm kadr potensialına görə bu günləri, həm orada xidmət edən zabit, əskər, gizirlərin səviyyələrinə görə fərqlənirlər. Onlar yüksək milli ruha malikdirlər, yüksək milli şura, vətənpərvərlik ruhuna malikdirlər ki, onlar hər an öz dövlət maraqlarını, təhlükəsizlik maraqlarını, milli maraqlarını qorumağa həmişə hazırdırlar. Mən elə başa düşürəm ki, bu sahədə də Azərbaycan Respublikasının prezidenti keçən ilə nisbətən 4%-da təhlükəsizliyə, hərbiyə ayrılan məvacibi artırdı. Bu da sadə məsələ deyil. Bugünləri orada xidmət edən zabitlərə, gizirlərə, əskər və şəxsi heyətin sosial vəziyyətdə kənarda qalmayıb, onlara diqqət, qayğı günü-gündən artırılır, məvacibləri artırılır, təminatları artırılır. Bu da ondan ibarətdir ki, yəni əskər zabitlər də yüksək hazırlıqla xidmət aparırlar. Bunun da böyük nəticəsi olacaq. Hər an artıq qazanılan uğuru bu günləri müdafiə etmək lazımdır. Biz qələbəni qazandıq, amma bunu qoruyub saxlamaq, inkişaf etdirmək üçün də Azərbaycan güclü silahlı birləşmələrə malik olmalıdır, güclü orduya malik olmalıdır və milli təhlükəsizlik sisteminə malik olmalıdır. Bu sahədə də görürsünüz, böyük uğurlar, nailiyyətlər var. Hər gün biz o təhdidləri, xaricdən olan təhdidləri milli təhlükəsizlik sistemi araşdırır, görürlər. Xaricdən olan təhdidlərin qarşısını almaq üçün müəyyən işlər görürlər və gələcəkdə də bu məsələlər öz müsbət nəticəsini verəcək. Azərbaycan Respublikasının
prezidentinin türk dilli dövlətlərlə bu günləri əməkdaşlığa həm iqtisadi sahədə, həm siyasi sahədə, həm hərbi sahədə diqqət yetirməsi də ən vacib məsələlərdən biridir. Çünki bizim onlarla ortaq müəyyən dil məsələlərində, ondan sonra müəyyən məqamlarda yaxınlıqlarımız var və o təlimlərin keçirilməsində də bəlkə eyni dildə bəlkə də danışıb, eyni komandaları başa düşmək, bir yerdə fəaliyyət göstərmək və gələcəkdə təhlükə olarsa bunlar Azərbaycan onların və onlar Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə qorunmasına da əməkdaşlıq etmələri vacib məsələlərdən biridir. Bəli, Cəlil müəllim gözəl dedi. Vahid dildə nə zamansa, yəni komandalarda veriləcək bu istiqamətdə də gedir. Zahid müəllim nəsə demək istəyirsiniz? Mən bir şey əlavə eləmək istəyirəm ki, bilirsiniz, xüsusilə müharibəni udub qələbə qazanmaq mümkündür. Cənab Prezidentin məhz verdiyi mesajın mahiyyəti bundan ibarətdir ki, birgə hərbi təlimlərdə Türk dünyası Azərbaycanın zəfərini özünün zəfəri elan edir. İndi bu zəfəri qorumaq lazımdır. Bu zəfəri əldə saxlamaq lazımdır. Hərçənd ki, məhz Azərbaycanın təkbaşına siyasi iradəsi ilə dünyanın bir nömrəli dəfələrlə təkrarlanıb bu Oval kabinetində bu qələbə etiraf olundu. Bu qələbə Avropa həzm edə bilmirdi, orada etiraf olundu. İndi bu qələbəyə qarşı, hələ 2 il bundan qabaq Cənab Prezidentin çıxışında belə bir fikir var idi ki, biz layları tərpətdik. İndi o laylar üzə çıxır. Bax, o layların qarşısında dayanmaq üçün və Prezidentin məhz bu müsahibədə... Türk birliyi çox vacibdir. Təkcə Türk birliyi yox. Məhz region dövlətlərinin birgə əməkdaşlığı. Çünki Mərkəzi Asiya, eyni zamanda Cənubi Qafqaz regionu dünyanın döyünən ürəyidir. Amma lokomotivdə biz olacaq Sait müəllim. Və lokomotivdə biz olmalıyıq. Məhz Prezidentin hərbi təlimlərlə bağlı verdiyi mesajın əsas mahiyyəti budur. Biz regionda əgər dominantlığımızı saxlamaq istəyiriksə, regionda mövqelərimizi qorumaq istəyiriksə, təsadüfi deyil ki, Prezident məhz müsahibədə qeyd edir ki, hərbi sənaye kompleksini artıq biz mövcud çərçivədən çıxartmışıq. Bura dünyanın aparıcı şirkətlərinin nümayəndələrini dəvət etmişik. Hərçənd ki, bunlar çox şey sağlamaq mümkün deyil. Bu da nədən irəli gəlir? Çünki gərginlik yaranan kimi həmin qüvvələr hansı ki əməkdaşlıq haqqında müqaviləmiz var, onlar bizə silah verməyəcək. Belə olan halda, üzr istəyirəm, bu fikrimi tamamlayım. Belə olan halda Azərbaycanın daxili tələbatını ödəməsi və həm də xaricə silah ixracı bugün Azərbaycanın həm təhlükəsizlik nöqtəsində, həm də iqtisadi hərbi dominantlığını saxlamaq üçün və həm də sülhü qorumaq üçün vacibdir. Və bugün məhz həmin hərbi təlimlərin əsas məqsədində özünün zəfəri elan edən bütün Türk dövlətlərinin birgə fəaliyyətini və həm də onların maraqlarına xidmət edən fəaliyyətləri nəzərdə tutur. Ona görə də bu çox vacib, həm də strateji bir mahiyyət daşıyır. Buyurun. Sait müəllim, yəni o təhlillə bağlı xarici ekspertlər onları oxuyanda həqiqətən də elə təəssürat yaranır ki, bizi bizdən çox yaxşı bilirlər və təhlil edirlər. Özəlliklə ordumuz haqqında, yəni orada qeyd olunanlar inanılmaz dərəcədə, yəni bir bu təcrübəni bölüşmək lazımdır. Hissləri yaradır. Yəni bölüşmək də Türk dünyası ilə çox vacibdir. Vacibdir. Bəli. Zahid müəllim, TDT Plus, yəni Türk Dövlətləri Təşkilatı üstəgəl formatına da bugün can atan ölkələr var. Hətta ən son Yaponiyadan belə müxtəlif ölkələrdə təkrar mən Uyğur Türkiyəm deyən yüksək vəzifəli bir şəxsdir. Biz də orada iştirak eləmək istəyirik kimi. Doğrudur da bu informasiya? Doğrudur. Bax, bu nə deməkdir TDT+? Ümumiyyətlə, bunun beynəlxalq praktikada örnəkləri, nümunələri nədən ibarətdir və bizim təşkilatımıza, onun gələcəyinə hansı qatqıda buluna bilər? Bu, əslində, dünya miqyasında Türk dövlətləri inteqrasiyası perspektivlərinə olan inamın təzahürüdür. Yəni, Yaponiya kimi bir dövlət də dərk edir ki, və o nəticəyə gəlir ki, əgər Türk dövlətləri bir birlik şəklində formalaşarsa, bu elə bir güc mərkəzinə çevriləcək ki, Yaponiya özünün orada iştirakını məqbul hesab edir. Baxın, indi Yaponiya dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ikinci ən böyük ölkəsidir. Amma hətta belə bir ölkə Türk dövlətləri arasındakı inteqrasiya proseslərinə maraq göstərir. Bu deməkdir ki, deməli bu inteqrasiyanın perspektivləri doğrudan da böyükdür.
Bayaq siz sual verdiniz ki, digər Mərkəzi Asiya Türk dövlətləri nə dərəcədə bu əməkdaşlığa hazırdır? Saatli məndən Əlbəttə, bəli, Cəlil müəllim də fikir bildirdi. Əlbəttə hazırdırlar. Niyə? Çünki Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının nəticəsi göz qabağındadır. 44 günlük müharibə, Bu önəmli cümlədir. 20 il ərzində Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının nəticəsini ortaya qoydu. Və bu, Mərkəzi Asiya Türk dövlətləri üçün də gözəl bir örnəkdir. Və onların da heç şübhəsiz ki, təhlükə problemləri var, həmişə var. İndiki elə şəraitə baxanda Avrasiya miqyasında aydın olur ki, eyni hadisələr ki, Şərqi Avropada baş verir, o Asiyada da baş verə bilərdi. Və belə potensial təhlükə də gözləniləndir. Ona görə artır o təhlükələr. Bəli, bəli. Və ona görə də Mərkəzi Asiya Türk dövlətləri, mən əminəm ki, onlar da çox maraqlıdır bu hərbi əməkdaşlıqda da. Digər tərəfdən bizim hərbi əməkdaşlığımız... Qazaxstanda biz bilirik ki, Türkiyənin hərbi sənayesi artıq çox ciddi şəkildə təmsil olunur. Yox, müəyyən addımlarla bu istiqamətdə var. Məsələn, bizim kursantlar Qazaxstan Ali Hərbi Məktəblərində təhsil alır. Qazaxstan, Özbəkistan kursantları Azərbaycanda təhsil alır. Yəni, hərbi təhsil sahəsində mübadilə artıq genişlənib. Eyni zamanda müdafiə sənayesi sahəsində də, yəni müdafiə sənayesi sahəsində də şübhəsiz, əlbəttə, bəli. Məsələ elə indi bu əməkdaşlığı hərbi təhsil sahəsində başlanmış əməkdaşlığı müdafiə sənayesi sahəsinə və eləcə də hərbi birləşmələrin, orduların operativ fəaliyyət sahəsinə gətirməkdən ibarətdir. Və bu baş verdiyi halda artıq biz öz standartlarımızı yaratmış oluruq. Cəlil müəllim, məsələn, dedi, yəni Türkiyəyə istinadən deyir ki, Azərbaycan ordusu Türkiyə ilə keçirdiyi hərbi təlimlərdə NATO standartlarına yiyələnib. Amma biz bir vahid coğrafi məkan kimi formalaşa biləriksə, o zaman bizim də öz standartımız olmalıdır. Və Türk hərbi standartları yaranmalıdır. Amma biz gələcəyə hesablanan addımlarımızda da rasional mahiyyətdə addımlar atırıq və öngörən addımlar. Mesela bizim yəni jurnalist məlumatımda görə bizim pilotlarımız hər iki, həm NATO, həm keçmiş SSR-i, yəni hərbi təyyarələrini çox rahatlıqla istifadə edə bilirlər. Biz buna da, indi Ukrayna müharibəsində biz gördük də nə qədər ciddi problem yaşayırlar bundan bağlı. Yəni integrativ, həm də cənab prezident də hədəflərdən birini elan elədi ki, yəni bizim hərbi sənaye məhsullarımız ixracatı artıq milyardı keçməlidir, elə deyilmi? Və bu mənada, yəni bu əməkdaşlıq nə verə bilər? Çünki təqdim olunan, necə deyərlər, hərbi sənaye məhsullarının keyfiyyətinin özü də bugün beynəlxalq rəqabətdə ciddi şəkildə davamiyyətlidir. Yəni həm bizim, həm Türkiyənin, Qazaxstanın. Bax bu mənada necə görürsünüz? Yəni daha da dərinə getmək üçün. Bəli, mən də onu deyirəm. Bax bu gün mövcud olan əməkdaşlıq və onun cənab prezidentin təklif etdiyi kimi biraz da daha da genişləndirilməsi, daha geniş arealda bütün Türk dövlətləri arasında onun təmin olunması məhz ona gətirib çıxarmalıdır ki, biz bayaq dediyim kimi öz standartlarımızı yaradaq. Həm hərbi silah-sursat sahəsində, həm bir ordu sahəsində. NATO bir zaman dünya üçün bəlkə etalon idi. Amma Ukraynada baş verən hadisələr göstərir ki, artıq NATO'nun özünün, NATO'nun standartlarının etalon olması özü şübhə altına düşür. Çünki təsəvvür edin ki, 30 trilyon ümumdaxili məhsulu olan Avropa Birliyi, 2 trilyon ümumdaxili məhsulu olan Rusiyanın təhdidləri qarşısında aciz qalıb. Və üstəlik NATO kimi qüdrətli bir blokun sahibi olan Avropa Birliyi və Amerika. Yəni, belə olan halda biz etalon anlayışının ortadan qalxdığı vaxtda biz öz silahlı qüvvələrimizin hansı səviyyədə olmasını özümüz müəyyən eləməliyik və hazırki dünya hərb elmində ən mütərəqqi nə varsa onları Türkiyədən başlayaraq Qırğızstana qədər bütün ərazidə eyni zamanda tətbiq etmək bu bizim gələcək təhlükəsizliyimizin zəmanətidir və bunu göz ardı da etmək olmaz və buna biganə yanaşmaq da olmaz və məhz bu zərurətdən çıxış edərək Prezident Əliyev təklif edir ki, Türkiyə ilə Azərbaycan arasında illər boyu keçirilən
hərbi təlimlər indi bütün türk dövlətləri arasında keçirilməyə başlasın. Və mən əminəm ki, hər bir türk dövləti də bunu məmnuniyyətlə qarşılayacaq və biz çox güman ki, elə bu ilin özündə bütün türk dövlətləri arasında birgə təlimlərin şahidi O olacaq. birgə təlimlər hansı mesajı verəcək? Yəni o mesajın net mahiyyəti nədən ibarət olacaq sizə? Bizim türk dövlətlərinin İndiki çağırışlar fonunda. Bəli, bizim türk dövlətlərinin bugünkü çağırışlar fonunda, bugünkü dünyaya mesajı ancaq ondan ibarət olmalıdır ki, biz özümüzü müdafiə etməyə, öz təhlükəsizliyini təmin etməyə qadirik. Amma bu qadirliyi göstərmək lazımdır nədəsə. Bu deməklə olmur. Və ona görə bunun deyək ki, siyasi, mənəvi tərəfi bu özünə güvəndir. Amma praktiki tərəfi hərbi təlimlərdir və hərbi güclərimizi hər hansı bir şəkildə birləşdirməsək də sinkronlaşdırmaqdır. Və ona görə bu məsələlərin həll vaxtı, yəni həllinə başlamaq vaxtı artıq çatıb. Çünki bir çox sahələr üzrə türk dövlətləri arasında doğrudan da kifayət qədər uzlaşma siyasəti aparılıb. Məsələn, Türk Dövlətləri Parlament Assambleyası var və bu Parlament Assambleyasının fəaliyyəti əsasən fərqli türk dövlətlərindəki yerli, milli qanunvericilik bazalarını ümumiləşdirməkdir, bir-biri ilə uzlaşdırmaqdır. Önəmlidir. Yəni, əgər qanunvericilik bazalarımızı biz vahid bir sistemə gətirə biliriksə, təhsil sistemimizdə çox güclü inteqrasiya prosesləri varsa, eləcə də digər sahələrdə, iqtisadi layihələrdə, iqtisadi əməkdaşlıqda və o cümlədən hərbi əməkdaşlıqda da biz həmin inteqrasiyanı həyata keçirməliyik. Bu, sizin dediyiniz kimi kənar qüvvələrə də bir mesajdır ki, yəni bizlə təhdid dili ilə, təzyiq dili ilə danışmaq olmaz. Lazım gələrsə Bildiyiniz biz... kimi NATO artıq, yəni səhv eləmirəmsə, Macron demişdi də, Fransa prezidenti beyin ölümü keçir. Bəli, o bir zaman demişdi, düzdür. Sonra Amma bugünkü Rusiya-Ukrayna müharibəsi onu göstərir ki, beyin ölümü keçirməsə də NATO bugünkü dünyanın ortaya qoyduğu çağırışlara dərhal və qətiyyətli cavab verməyə hazır deyil. Məsələn, bugün Avropa Birliyi çərçivəsində keçirilən təlimlər, aparılan hazırlıq işləri, müdafiə sənayesi istehsalının artırılması, onlar özləri belə bəyan edirlər ki, yalnız 2 ildən sonra Avropa Birliyinin və ya NATO-nun deyək də, əsasən onların hərbi qüvvələri, NATO-nun yalnız 2 ildən sonra Rusiya təzyiqinə qarşı durmaq imkanları yaranacaq. Əgər NATO kimi dünyanın ən qüdrətli bir təşkilatına, hərbi təşkilatına 2 il vaxt lazımdır ki, onlar silah-sursat sayını, Rusiyanın silah-sursat sayına çatdıra bilsinlər və Rus əskərinin qarşısında öz əskərlərini çıxarda bilsinlər. Və yaxud Rus hərb elminin qarşısına, Rus hərbi texnikasının qarşısına daha mütərəqqi texnika çıxara bilsinlər. Birləşmiş Ştatlar Potsdam prinsiplərindən geri çəkilirəm deməklə, bir də bu zamanında bu Truman Marshall bilirsiniz planına var idi. Ondan geri çəkilirəm deməklə 50 il Avropanı ərzində daha kövrək vəziyyətdə qoymuş olur. Odur da problem elə deyilmi? Ona görə də bax burada bu sual budur, əsas sual budur ki, Canşir müəllim. Bax Avropanın yəni hərbi təhlükəsizlik məsələsi gündəmə gələndə Avropa İttifaqı ölkələri yığışdılar və Türkiyəni də dəvət etdilər. Səhv eləmirəmsə İspaniyada etdilər Sait müəllim. Bəli, İspaniyada, ya Kanadada idi, yoxsa İspaniyada idi? Bəli, çünki onların gücə ehtiyacı var. Dərhal dəvət etdilər. İndi bu Türk birliyi olan zaman, yəni bunu o hərbi təlimlərin önəmi bir də onda deyilmi sizə görə ki, yəni artıq sadəcə Türkiyə deyil, Türk birliyi var bu istiqamətdə. Bu yaxın keçmiş, ən azı son deyək ki, 2-ci Dünya müharibəsindən sonraki dövrün təcrübəsi bizə onu göstərir ki, heç bir güc mərkəzinə 100%li etimad yoxdur. Yəni, siz desəz ki, mən NATO-nun üzvüyəm, sabah NATO məni hər hansı bir hadisə olsa qoruyacaq, bu belə deyil. Eləcə də, baxın, Ukrayna 95-ci ildə atom silahından, nüvə silahından imtina edəndə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və o cümlədən Rusiya özü ona zəmanət vermişdi, təhlükəsizlik zəmanəti vermişdi. Amma indi təhlükəsizlik zəmanəti vermiş dövlətlərdən biri Ukraynanın ərazisini işğal edir. O birilər də müdafiə eləmir. Və o birilər də müdafiə eləmir. Demək ki, burada hər bir dövlət
özünün etimadlı bir güc mərkəzini yaratmağa məcburdur. Və bizim üçün etimad mərkəzi, hərbi etimad mərkəzi hara ola bilər? Türkiyə başda olmaqla bütün türk dövlətlərinin hərbi gücü ola bilər. Çünki baxın 91-ci ildə, 90-cı illərdə yəni bu hadisələrlə biz üzləşdik. Hansı güc mərkəzi bizdə köməyə gəldi? Torpaqlarımız işğal olundu. Hansı güc mərkəzi? Hər biri ayrı-ayrılıqda özünü ədalətli, güya ki, təhlükəsizliyin keşiyində duran qüvvə güc mərkəzi hesab edir. Amma heç kim bizim haqlı maraqlarımızı müdafiə etmədi. 9-7-ci düzəlişi qəbul edir. Bəli, və əksinə bizə embargo qoydular. Və belə olan şəraitdə hərbi əməkdaşlıq və hətta mən deyərdim, gələcəkdə hərbi blokunun özünün formalaşması bir zərurətdir. Biz təhlükəsizlik mexanizmimiz, yəni öz məkanımız, yəni türk məkanı daxilində, çərçivəsində tam normal şəkildə fəaliyyət göstərə bilməlidir ki, bizim kənar güclərdən asıllığımız olmasın. Zaten Türkiyə ilə Azərbaycan ilə hərbi blok yəni səviyyəsinə gəlib. Və hərbi müttəfiqdirlər, bəli. Və bu özü də Mərkəzi Asiya türk dövlətləri üçün bir örnəkdir və həm də bir cazibə mərkəzidir desək daha düzdür. Və çünki onlar da görürlər ki, Türkiyə Azərbaycanın bircə gücü və müqayisə eləyəndə tutaq ki, Qazaxıstanın öz hərbi gücünü ayrılıqda, Qırğızstanın öz hərbi gücünü ayrılıqda bu yerlə göy qədər fərqli bir müqayisə alınır. Ona görə də onlara, mən hətta əminəm ki, siz bayaq Türk Dövlətləri Təşkilatı plus formulasından danışdınız. Mən hətta əminəm ki, Türk Dövlətləri Təşkilatı daha da təkmilləşdikcə bizim regionda yerləşən, yəni Avrasiyanın mərkəz zolağında yerləşən bir sıra dövlətlər də bu təşkilata qoşulacaq. Hər hansı bir şəkildə, bəli, hər hansı bir şəkildə, istər həqiqi üzv şəklində, istər müşahidəçi üzv şəklində, istər başqa bir tərəfdaş şəklində, o cümlədən bizim ərazimizdə, Cənubi Qafqazda yerləşən Ermənistanın da, Gürcüstanın da, İranın da zamanla Türk Dövlətləri Təşkilatı ilə çox yaxından əlaqəli şəkildə əməkdaşlıq edəcəyinə mən əminəm. Deyirsiniz, ermənilərə yenə milləti sadıqa deyəcək? Yəni, biz bir coğrafiyada yaşayan xalqlarıq. Sonunda xəyanət edir. Bəli, tarixdə bu cür xəyanətlər olub. Amma artıq biz bunun, necə deyərlər... Bu xəyanəti düzəltsinlər, sonra biz bunun dərsini keçmişik. Amma bu ona görə deyil ki, biz belə istəyirik. Bu, tarixi zərurət ona gətirib çıxaracaq ki, Ermənistan da, Gürcüstan da, İran da, yəni bölgəmizdə yerləşən bütün dövlətlər də özlərini təhlükəsiz hesab etsin. Bəli, Canşir, özlərini təhlükəsiz hesab etmək üçün onlar hansısa bir vahid güc mərkəzinə əsaslanmalıdırlar. Geosiyasi, ərazi və s. anlamlarda yaxın və uzaq perspektivdə vəziyyət necə olacaq, bunu da bizə proseslər göstərir. Şübhəsiz. Kim böyüyəcək, kim kiçiləcək, bunu da yenə bizə... Həm də hərbi gücə Azərbaycan Respublikasının prezidenti xüsusi diqqət ona görə elədi ki, bilirsiniz ki, dəfələrlə qeyd edir ki, Azərbaycanın bu günləri heç bir xarici dövlətə ərazi iddiası yoxdur. Amma öz təhlükəsizliyini təmin etmək üçün təbii ki, əməkdaşlığa üstünlük verməlidir, müasir texnikaya üstünlük verməlidir. Hər gün dünya ordularında istifadə olunan texnikalar dəyişir, müasirləşir. Bunun arxasında dayanan zabitdir, əskərdir. Bu, müasir texnikanı bilməlidir, istifadə qaydalarını bilməlidir. Türkiyəni biz nəyə görə misal gətiririk? Türkiyənin istehsal elədiyi hərbi məhsullar dünyaya bir nümunədir. Onların raketləri, qırıcı təyyarələri və yaxud da ki, müasir hərbi texnikaları dünya ölkələri bu günləri maraq göstərirlər ki, onlardan silah, sursat alsınlar. Maraq göstərməkdən əlavə İspaniya müqavilə bağlayır. Müqavilə bağlayırlar, bəli. Hərbi təlim təyyarələr alsın. Amma bizim bu cür yaxın əlaqələrimiz olub və əməkdaşlıq etmişik və gələcəkdə də bunu gücləndirmə məsələsini Azərbaycan Respublikasının qarşıya məqsəd qoyur və bu da çox vacib məsələlərdən biridir. Məsələ ondan ibarətdir ki, Azərbaycan ordusu bu təlimlərdə iştirak eləməlidir. Türk dilli dövlətlər də bu məsələyə cəlb olunurlar. Onların da bəzi ölkələrində artıq Azərbaycan iştirak etdi, Azərbaycan ordusu iştirak elədi, təlimlərdə iştirak elədi, müasir texnikaları nümayiş etdirirlər. Bəlkə bir yer
yerdə müasir texnikanın istehsal məsələsi də ortaya qoyulub. Hərbi Sənaye Nazirliyi bir çox dövlətlərlə müqavilələri var artıq. Onların bəziləri Azərbaycan ərazisində istehsal olunacaq, bəzi türk dilli dövlətlərin ərazilərində. Bunlar təbii ki, məxfi xarakter daşıyır, hələ bunları açıqlamırıq biz, amma gələcəkdə bu öz necə deyim, rolunu göstərəcək və Azərbaycanın istehsal elədiyi hərbi məhsullar dünya bazarında artıq yer tutur. 20-dən çox Azərbaycan məhsullarına maraq göstərənlər var, onu öz ordusunda istifadə etmək üçün alanlar var. Və bütün sahələrdə Azərbaycan bu günləri... Ən müsbət tərəfi odur ki, öz mühəndislərimizin yaratdığı silah sistemləri və silahlar dünyaya satırıq. Bəli, bugün ona görə Azərbaycan burada... Yəni, Azərbaycanlı beyninin məhsulunu məhsuludur. Ona görə Azərbaycan gənclərinin xarici ölkələrdə xüsusi təhsil alması, müasir texnika, müasir texnologiya sahibi olması, onların istehsal elədiyi məhsullar dünya bazarında, dünya hərbi bazarında yer tutması da vacib məsələlərdən biridir. Azərbaycan Respublikasının Ali Baş Komandanı bu sahəyə xüsusi diqqət eləyir. Nə qədər məvaciblər ayrılır Azərbaycan gənclərinin xarici ölkələrdə dünyanın aparıcı universitet akademiyalarında təhsil almasına, hərbi sahədə də, o cümlədən mülki sahədə də bu sahədə təhsil alanlara xüsusi diqqət qayğı ilə yanaşılır. Onların məvacibləri ödənilir ki, onlar təhsil alsınlar, gəlib Azərbaycanda fəaliyyət göstərsinlər. Bütün hərbi qurumlarda bu günləri islahatlar gedir. Həm ordunu götürsək və yaxud da ki, səfərbərlik xidmətini götürsək, son illərdə orada böyük işlər görülüb. Siz bilirsiniz, bu sahədə çoxlu böyük korrupsiyalar vardı, negativ faktlar var idi. Son 3 ildə, 2 ildə orada çox böyük işlər görülüb. Adam sevinir ki, artıq o gərginliklərdən, problemlərdən insanlar xilas olublar. İndi rahat qayda tətbiq olunub, onlar rahatlıqla xidmətə gedə bilirlər, xidmətdən qayıda bilirlər və yaxud da ki, hərbi xidmətə cəhd göstərib, orada xidmət eləmək istəyənlər çox asan müraciət eləyirlər, təlimlərdə iştirak eləyirlər, hərbi rütbələr alırlar və öz taleylərini, gələcəklərini ordu ilə bağlayırlar. Buna görə də biz prezidentimizə dönə-dönə təşəkkür edirik. Və yaxud da orduda xidmət edən məsələlərə də götürsək, prezident çıxışında xüsusi sosial məsələlərə də xüsusi diqqət orada göstərdi. Biz şəhid ailələrinə göstərilən diqqət, veteranlarımıza göstərilən diqqət dünya ölkələrinə bir nümunədir. Prezident də dedi, mən özüm də xarici dövlətlərdə oluram, onların veteranlar təşkilatı ilə görüşlər oluram. Heç bir dövlətdə şəhid ailələrinə və yaxud da ki, veteranlara bu qədər diqqət, qayğı, məvacib ayrılmır. Evlər, onların məişət şəraitinin yaxşılaşdırılması üçün ayrılmır, amma yenə də hələ bu sahədə də görüləsi işlər çoxdur. Burada təkcə dövlətin üstünə bu sosial məsələləri yox, bu günləri Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlər də bu təşəbbüsə qoşulmalıdır. Onlar da veteranlara göstərilən diqqətə, qayğıya qoşulmalıdır. Şəhid ailələrinə göstərilən diqqət qayğıya qoşulmalıdır. Onlar da çox böyük işlər bu sahədə görürlər. Amma çox məsələlər də bu günləri dövlətin yox, sahibkarların əlindədir. Amma sahibkarlar da görürsə bu veterandır, müharibə iştirakçısıdır, birinci, ikinci dərəcəli, əlillik dərəcəsi var. 10%, 20% ona güzəşt eləsə, bu da insanlara rahatlıq gətirər, sosial təminata daha gücləndirər. Bu sahədə böyük layihələr var. Mənlə başa düşürəm ki, gələcəkdə də bu işlər yüksək səviyyədə öz həllini tapacaq. Təşəkkür edirəm Cəlil müəllim. Sahittin müəllim, biz Canşir müəllimdə, sizlər də yəni bu barədə danışdınız artıq. Biz yəni türk dövlətlərini bu coğrafiyada yerləşirlər. Yəni bir vahid bir məkandır. Bu mənada Azərbaycan Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurasının da üzvü oldu. Yəni ən yüksək səviyyədə o belə deyək, platformada təmsil olmağa başladı. Bunun önəmi nədən ibarət olacaq? Yeni çağırışlar fonunda, yeni dünya düzəninin yəni formalaşdığı, xüsusilə indiki proseslərdə qonşularımızda nələr baş verir? Biz bunu müşahidə etməkdəyik hal-hazırda. Nə olacaq, necə təsir göstərəcək? Bir də keçən proqramlarımızda da bu sualı vermişdik. Birləşmiş Ştatların özü də artıq bu coğrafiyaya vahid bir məkan kimi baxır. Bunun formulunu biz verdik. Təbii. Birinci növbədə Mərkəzi Asiya və Azərbaycan strateji tərəfdaşlığı artıq, bunu bu cür adlandırmaq mümkündür, düzdür. Özbəkistanla belə bir strateji tərəfdaşlıq haqqında müqaviləmiz var.
Qazaxıstanla var, amma digər ölkələrlə hələlik yoxdur. Amma bütövlükdə C5-in C6-ya çevrilməsi prosesi artıq strateji tərəfdaşlığın işlək bir mexanizmə, işlək bir hala gətirdiyini sübut edir. Cənab Prezident də müsahibəsində qeyd elədiyi kimi Mərkəzi Asiya tamam başqa coğrafiyadır, Cənubi Qafqaz da tamam başqa bir coğrafiyadır. Bəs bu zərurət harda meydana gəlir ki, belə bir platforma yarandı və bu platformanın gələcək perspektivləri nədən ibarətdir? İlk növbədə ondan irəli gəlir ki, Mərkəzi Asiyanın, yəni sizin də qeyd elədiniz kimi, Amerika Birləşmiş Ştatlarının xüsusilə Zəngəzur dəhlizi timsalında regiona marağı və Mərkəzi Asiya dövlətlərinə marağı. Bilirsiniz ki, Mərkəzi Asiyada Amerika Birləşmiş Ştatları samit keçirmişdi. Sonra Ağ Evdə eyni zamanda Amerika Birləşmiş Ştatlarının prezidenti və Mərkəzi Asiya dövlət başçılarının samit keçirilmişdi. Yadınızdadır ki, hələ o samitdən öncə Qazaxıstan prezidenti belə bir təklif də irəli sürmüşdü ki, həmin samitdə Azərbaycan tərəfi də iştirak eləsəydi, bu daha yaxşı olardı. Əslində çox böyük bir açar sözdür. Mahiyyət nədən ibarətdir? Bu da nə vaxt baş vermişdi? Avqustun 8-dən sonra baş vermişdi. Yəni artıq bu proses hadisələri 20 gün falan arayla. Bəli, bu hadisələri ard-arda gətirəndə məntiqi nəticə hasil olur. Azərbaycan və Mərkəzi Asiya tandemi bütövlükdə Qərbin, xüsusilə Amerikanın maraqları çərçivəsində və həm də bu regionun öz milli maraqlarını təmsil etməsi fonunda baş verir. Nəyə görə bu fikri mən söyləyirəm? Azərbaycan Ağ Evdə strateji tərəfdaşlığın xartiyasının hazırlanması haqqında müqavilə imzalamışdır və Amerikada yaxşı başa düşür ki, oradakı mineral resursların Avropa bazarına daxil olması, yəni neft, qaz və s. Orta dəhliz vasitəsində, orta dəhlizdə məhz Mərkəzi Asiya, Xəzər və eyni zamanda Gürcüstan və Türkiyənin Avropa bazarına yaxud Qara dənizdən digər istiqamətlər üzrə hərəkət edə bilər. Deməli, burada Qazaxıstan prezidentinin həmin samitə Azərbaycan prezidentinin də onlarla bir yerdə iştirakını səsləndirməsi fikri, bir daha təkrar edirəm, ondan əvvəl siz də qeyd elədiniz, 20 gün əvvəl Azərbaycan prezidenti Ağ Evdə ikitərəfli görüşdə bir xartiyə imzalanmış, daha doğrusu xartinin hazırlamasında müqavilə imzalanmış. Deməli, Azərbaycan strateji rolu həm Mərkəzi Asiya nəzərə alır, həm də Qərb nəzərə alır. Amma formul sizin dediyiniz kimi biz təqdim eləmişdik. O formul nədən ibarətdir? 1. Azərbaycan orta dəhlizin əsas segmenti olan Transxəzər marşrutunu təklif edir. Və bu marşrutun artıq bütün infrastrukturunu yaradıb. Yəni, Bakı Beynəlxalq Dəniz Limanından tutmuş, Gəmi Təmiri Zavodundan tutmuş, tikintisi zavodundan tutmuş, Bakı, Tbilisi, Qars, Dəmir İpək yoluna qədər bütün bu layihələr ortalıqdadır. İndi bu layihələrə qoşulmaq üçün əkstra yeni istiqamətdə də alternativ yaradırıq. Və üstəlik indi Zəngəzur dəhlizinin işə düşməsi bu coğrafiyada, yəni Mərkəzi Asiya və Cənubi Qafqaz, xüsusilə Azərbaycan tandemində artıq Avrasiya məkanı üçün yeni və həm də böyük perspektiv imkanlar yaradır. Nədir imkanlar? O imkanlar nədən ibarət olduğunu Sahid müəllim deyərsiniz, bir sual da verəcəm kiçik bu barədə sizə. Amma gəlin yenə də cənab prezidentdən bir iqtibasa baxaq bu məsələ ilə əlaqədar. Sonra yenə sizdən soruşacağıq. Buyurun. Xarici siyasətlə bağlı nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tam hüquqlu üzv seçilməyimizdir. Bu da hesab edirəm ki, unikal hadisə kimi sayıla bilər. Çünki təbii ki, coğrafi nöqteyi nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm iki tərəfli, həm çox tərəfli formatlarda o qədər sıx əlaqələrimiz var ki və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tam hüquqlu üzv deməli seçdilər və bunu da biz böyük bir siyasi və diplomatik uğur kimi hesab edə bilərik. Artıq 2 il ardıcıllıqla mən prezident kimi zirvə görüşlərinə dəvət olunurdum. Fəxri qonaq kimi, amma 3-cü zirvə görüşündə iştirakımla keçirilən artıq tam hüquqlu üzv seçildik və əlbəttə ki, bugün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi Asiya Azərbaycan birliyi və C5, C6-ya artıq çevrilməsi böyük əhəmiyyət daşıyır.
Çünki bağlantılar, nəqliyyat, logistika bugün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı qərblə coğrafi nöqteyi nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Təbii ki, coğrafi nöqteyi nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı körpü kimi və etibarlı tərəfdaş kimi və artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük. Buyurun Sahib müəllim, bu formulu dedik, biz öz pəncərəmizdən baxırıq. Bir də qərbin pəncərəsindən baxanda, yəni bir-biri ilə savaşan, yəni həm belə deyək də, şimal qonşumuzdan söhbət gedir, qərb ölkələrindən söhbət gedir, o cümlədən belə deyək ki, İran körfəzi ölkələrindən söhbət gedir, ərəb ölkələrindən, yəni bu projedə marağı olan ölkələrdən söhbət gedir. Onların pəncərəsindən baxanda bizim rolumuz, xüsusilə Central Asia 6, yəni Mərkəzi Asiya artıq 6 formatdakı keçmişik. Bəli. Bu pəncərədən baxanda onlar nəyi görürlər burada və hansı öz maraqlarını necə hesablayırlar? Biz yenə də sizin saydıqlarınız mərkəzləri qabaqlamışıq. Nə üçün? Bax, prezident deyir ki, bu əməkdaşlığın bütün dünya üçün böyük əhəmiyyəti var. Nədir o əhəmiyyət? Bugün dünyada bir nömrəli məsələ... Ya, onlar baxanda nəyi görürlər? Bax, elə bunu görürlər və ona görə bu məsələyə çox ciddi əhəmiyyət verirlər. Məsələn, Amerika Birləşmiş Ştatlarının timsalında. Yəni, bugün dünyada neftə bərabər olan yeni əsrin, 20-ci əsrin resursu var. Bu resurs data mərkəzləridir. Bu resurs informasiya emalıdır. Bu resurs rəqəmsal iqtisadiyyatdır. Bunlar Avropa ilə Asiya arasında harda keçməlidir? Əlbəttə, Azərbaycan üzərində keçməlidir. Yəni, Mərkəzi Asiya, bugün Aktau, Bakı, fiber optik kabel, sonra Türkmənbaşı, Bakı, fiber optik kabel və data mərkəzləri üçün vacib olan ən mühüm məsələlər nədir biri? Elektrik enerjisidir. Çünki data mərkəzləri o yerdə yerləşir ki, orada fasiləsiz enerji olsun və bir də əlverişli coğrafi iqlim olsun. İqlimdən söhbət gələ, coğrafi mövqeyini mən açıq qoyuram bir kənara. Və bu da bizim işğaldan azad olunmuş ərazilərin dağlıq hissəsində kifayət qədər ciddi resurs var. Yəni, orada havanın temperaturu istənilən var. Çünki data mərkəzləri soyutma üçün enerjinin 40-50%, təxminən 30-40% istifadə edir. Təbii soyutma imkanları isə bunu aşağı salır. Üstəlik, trafiklərin ötürülməsi üçün vaxt məsələsi var. Bəli, bəli. Və bu da Zəngəzur dəhlizinin işə düşməsi ilə həmin fiber optik kabel təkcə ora yük daşımaları kimi baxılmamalıdır. Orada məhz enerjinin daşınması, orada məhz bu dediyim rəqəmsal iqtisadiyyatın daşınması, bax bu məsələlərin hamısı oradan keçir. Ona görə bugün Qərb məhz Zəngəzur dəhlizinə o perspektivdən baxır. Mərkəzi Asiya Azərbaycan əməkdaşlığının gələcək hədəflərini bunda görür. Azərbaycanda nə Orta Asiyada, nə də ki, Cənubi Qafqazın heç bir ölkəsində bizdəki qədər enerji ehtiyatları yoxdur. Hətta bizdə istifadə olunmayan enerji var, 2 gigavata qədər. Və 2030-cu ilə qədər bilirsiniz ki, 30... Alternativ enerjidən sonra. Bəli, 8 gigavata çatacaq. Coğrafi imkanlar da, bayaqda qeyd edeyim kimi, mövcuddur və trafiklərin ötürülməsi üçün, yəni tez ötürülməsi üçün. Bu da mümkün var. Ona görə də Mərkəzi Asiya, Azərbaycan tandemində, daha doğrusu C5-in C6-ya çevrilməsi və Mərkəzi Asiya, Azərbaycan formatının meydana gəlməsi artıq regional platforma deyil. Bu regional platformadan daha geniş coğrafiyaya, yəni Avropa İttifaqını götürəndə, Cansın mənim qeyd elədi bayaq, təxminən bu bir 17-18 trilyon müdaxiləməsi var, bir 10 milyona yaxın əhalisi var, 10 milyarda yaxın əhalisi var. Və bu coğrafiyanı götürəndə eyni zamanda artıq
oradan da digər okeanın o tayına bu sirayət eləyəndə, əlbəttə qərb pəncərəsindən Azərbaycanın və eyni zamanda Mərkəzi Asiyanın əməkdaşlığı bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Cənab Prezidentin məhz bu projenin dünya üçün niyə bu qədər əhəmiyyətli olduğunu söyləməsi bundan irəli gəlirdi. Digər tərəfdən, bayaq yenə mən istinad edirəm hörmətli oponentimə, Cahit müəllim qeyd elədi bayaq, vahid iqtisadi məkan, rəqəmsal iqtisadiyyatın əsas elementlərinin açarlarından biri də nədir? Yüklərin daşınmasının sürətləndirilməsi. Bunun üçün rəqəmsal transformasiya lazımdır. Biz rəqəmsal ipək yolu məsələsini ortalığa qoymuşuq. Yəni o da daha da asanlaşdırır Bu bizimlə həm vahid əməkdaşlığı. iqtisadi məkanın formalaşmasının O ən öz vacib yerində həm də elementi kimi asanlaşdırır. həm də Məsələn, Avropa, Amerika bizlə əməkdaşlıq etmək istəyəndə təkcə yüklər orada vahid sistem var. təkcə yüklər şərqdən qərbə getmir, həm də qərbdən şərqə gedir. Eyni Yəni zamanda Sadiq müəllim, vahid sistemin olmağı vahid önəmlidir. sistemin baza prinsiplərindən biridir və üstəlik də məhz bu prinsip əsasında yeniləri meydana gəlir və bu da nə edir? Qərblə şərq, eyni zamanda şərqlə qərb arasında, şimalla cənub arasında və o inteqrasiya edəcək Zəngəzur dəhlizi timsalında orta dəhlizə yüklərin sürətli axını təmin edəcək. Bu da nəticə etibarilə orta dəhlizdə, yəni Azərbaycanın əsas driver olaraq, əsas aktor olaraq rolunu daha çox gücləndirir, möhkəmləndirir və perspektivlər bu baxımdan qərb üçün maraqlıdır. Qərb pəncərəsindən məhz bunlar yaranır. Bütün bunları ümumiləşdirəndə isə Azərbaycanın yaratdığı postmüharibə geosiyasi reallıqları artıq təkcə region üçün deyil, bütövlükdə dünya üçün və dünyanın qlobal mərkəzləri üçün çox ciddi əhəmiyyət kəsb edən hadisədir. Təşəkkür edirəm Sahid müəllimə. Canşir müəllim, burada bizim alternativlər yaradan ölkə kimi də rolumuz önə gəlir. Bəli. Və həmin alternativlərdən biri də biz Zəngəzur dəhlizini, yəni yaratdıq faktiki olaraq artıq yəni son mərhələləri yaşamaqdayıq bununla bağlı və orada da yeni alternativ yaratmışıq. Bu alternativlər nə deməkdir? Cənab Prezident nə üçün yəni özəlliklə bu məsələyə toxundu? Bax istərdik bu barədə təhlili məlumatlandırasınız bizim tamaşaçılarımız. Elə Sadiq müəllimin dediklərinin davamı olaraq mən onu demək istəyirəm ki, Mərkəzi Asiya ilə Azərbaycanı bir-birinə bağlayan, ümumiyyətlə Cənubi Qafqazı bir-birinə bağlayan sadəcə bizim ümumi tariximiz və ya mədəniyyət birliyimiz, mənəvi birliyimiz deyil. Bu eyni zamanda müasir dövrün tələblərindən irəli gələn bir zərurətdir. Hələ 90-cı illərin əvvəllərində Ulu Öndər tərəfindən qədim İpək yolunun bərpa olunması təşəbbüsü irəli sürüldü. Və xatırlayırsınız, o vaxt Traseka layihəsi də bu təşəbbüs əsasında həyata keçirildi. Bəli. Və ondan sonraki illərdə də Bakı-Tbilisi-Qars dəmir yolu və digər Cənub qaz dəhlizinin daha sonra reallaşması, bütün bunlar əslində elə qədim İpək yolu marşrutunun canlandırılması təşəbbüsünə bağlı idi. Yəni təşəbbüs ilkin olaraq hələ Azərbaycandan çıxmışdı. O zaman hələ orta dəhliz anlayışı yox idi siyasi leksikada, iqtisadi leksikada hələ bu barədə danışılmırdı. Bu öz-özlüyündə Azərbaycan dövlətinin o zamanki siyasi uzaqgörənliyinin göstəricisidir ki, o zaman biz bu qədim İpək yolunun bərpa olunmasının əhəmiyyətini dərk edərək bunu bütün dünyaya və ilk növbədə öz bölgəmizə təklif etdik. Və ona qarşı gedənlər, buna qarşı gedənlər əlbəttə orada bir çox layihələr vardı ki, onlar illərlə müzakirə olundu və sonra maliyyələşdirilmədi və həyata keçmədi. Nabucco məsələn. Amma buna baxmayaraq. Bu zamanında ona qarşı gedirdilər. Bəli, amma buna baxmayaraq. İndi bugün peşmandırlarmı? Yox, bugün artıq seçim yoxdur. Peşman məcburdular. Bugün seçim yoxdur. Çünki bu illər ərzində Azərbaycan tərəfindən irəli sürülən və həyata keçirilmiş bu marşrut, tranzit marşrut yolları, şərq, qərb, şimal, cənub qovşağı və s. bütün bunlar təkcə bizə yox, bütün Avrasiyaya, o cümlədən hətta Amerikada lazımdır. Soruşdum bilirsiniz. Yox, peşman oldu, olmadı. Bu günləri şimal yolu yox, cənub yolu yox. Bəli, bəli. Bu olmasaydı nə olacaqdı? Bizdə olmasaydı nə olacaqdı? Bugünkü reallıqda Çinlə Avropa arasında, əvvəllər Rusiya arasından keçən bütün yollar embargo altındadır. Və indi bunların qarşılıqlı iqtisadi fəaliyyətini təşkil etmək üçün ya gərək cənubdan, okeandan, Hind okeanından keçib yüklər daşınmalıdır ki, bu aylarla vaxt tələb edir. Və yaxud da orta dəhliz adlandırılan və formalaşmaqda olan və
Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən yoldur. Burada çox maraqlı bir detal ondan ibarətdir ki, Asiyadan gələn elə bu orta dəhliz özü hər bir dövlətin ərazisindən keçməklə və ya yol boyunca yerləşən dövlətlərdən ora bir qoşulma olmaqla gəlir çatır Azərbaycana. Azərbaycanda isə bu yol şaxələnir. Yəni bütün Avrasiyanın şərqindən qərbinə doğru olan bu təxminən 15.000 kilometrlik məsafədə tək bir yerdə bu yollar şaxələnir. O da Azərbaycandır. Buradan Bakı-Tbilisi Qars istiqaməti var. Buradan Bakı-Zəngəzur dəhlizi istiqaməti var və buradan Bakı-Araz yolu, Araz dəhlizi istiqaməti var. Burada 3 yerə şaxələnir yol. Və bu öz-özlüyündə böyük bir zənginlikdir. Yəni, iqtisadi potensial baxımından zənginlikdir. Başqa dövlətlərin maraqları üçün hansısa bir xidmət ortaya qoymaq baxımından zənginlikdir və bu zənginlik, görürsünüz, məhz Azərbaycanda yerləşib. Və Saidin müəllimin dediyi digər elmi texnoloji yenilikləri də burada mərkəzləşdirməklə fiber optik kabellərin keçməsi, Xəzər dənizindən keçirək, daha sonra Qara dənizdən keçirək Avropaya uzanması, yaşıl enerjinin ötürülməsi və s. Bu kimi, ona görə bizim bölgə, Cənubi Qafqaz bölgəsi və onun başında əlbəttə Azərbaycan gəlməklə yeganə Avrasiyada yeganə bir məkandır ki, orada bütün maraqlar uzlaşmağa məcburdur. Yəni, biz bir-birinə əks mövqedə dayanan hətta dövlətlərin maraqlarını biz öz ərazimizdə uzlaşdırırıq. Nə ilə uzlaşdırırıq? Öz layihələrimizlə. Yəni bizim... Bu alternativlər məsələsinə nə deyərdiniz Cavanşir müəllim? Bu alternativlər dedim, bu bizim... Zəngəzur dəhlizi Ağbətdən İran istiqamətində də yol çəkirik. Bu Araz dəhlizidir. Gürcüstan istiqamətində də var, Ermənistan istiqamətində. Bu 3. Yəni, Cənab Prezident dedi, rəqabət hər zaman... Bəli, əlbəttə. Həm gələcək... Bunun mənası nədir? Gələcək, bilirsiniz, baxın, bugün dünyada baş verənləri bir çoxunu 20 il qabaq, 30 il qabaq heç kim proqnozlaşdıra bilməzdi. Heç kim deyə bilməzdi ki, Rusiya və Ukrayna kimi bir-birinə sivilizasyon cəhətdən bağlı xalqlar bir-birini məhv edəcək. Ona görə dünyanın gələcəyində hansı hadisələrin baş verəcəyindən asılı olmayaraq hər bir ssenariya hazır olmaq baxımından bu cür şaxələnmə olduqca əlverişlidir. Tutaq ki, baxın, bu yaxınlarda biz şahidi olduq. Gürcüstandan Ermənistana göndərilən yük üçün gözlənilmədən birdən-birə daha çox rüsum tələb olundu. Vaxtımız yekunlaşmalıdır. Və belə hallar olanda əgər alternativ variant olmasa, siz bu rüsumu ödəməyə məcbursunuz. Bu gün rüsum tələbidir. Sabah başqa tələb ola bilər. Sabah hərbi tələb ola bilər. Sabah hansısa iqtisadi tələb ola bilər. Ona görə bu şaxələnmə həm Azərbaycanın böyük üstünlüyüdür, həm də digər dövlətlər üçün də alternativ xidmət mərkəzləridir. Bəli, Cəlil müəllim, sizdən soruşmaq istəyirəm. Vaxtımız çox azdır. Əskər və zabitlərimiz, generallarımız gedən bu inteqrasiya proseslərini necə qarşılayırlar Türk dünyasında? Təbii ki, müasir gedişlərlə bağlı, müasir yeniliklərlə bağlı ordu da geridə qalmayıb bu sahədə. Ordu yüksək təlimlər keçir, bu sahədə mütəxəssislər hazırlayırlar, müasir texnologiyanı bilən zabitlərimiz, gizirlərimiz var. Onlar da müharibə metodlarını, müasir müharibə metodlarını öyrənirlər. Mənlə başa düşürəm ki, bunun da müsbət və nəticələri olacaq. Gələcəkdə də onlar Azərbaycanın hərbi təhlükəsizliyini təmin etmək üçün istifadə edəcəklər öz biliklərini, bacarıqlarını. Cəlil Xəlilova təşəkkür etmək istəyirəm hərbi ekspertimizə. Həmçinin Cavanşir Feyziyev, parlamentimizin deputatı, çox sağ olun Cavanşir müəllim sizdə və Sahəddin Hüseynov, siyasi şərhçimiz. Sizə də təşəkkür edirəm Sahəddin müəllim. Çox sağ olun. Maraqlı müzakirələrə görə əziz tamaşaçılar, proqramımızı yekunlaşdırırıq. Gedən proseslər hansı nəticələri verəcək, biz bunu görəcəyik. Biz dövlət olaraq yəni yaxın, orta və uzaq perspektivdə bütün bunların hesablamalarını zamanında da aparmışdıq ki, bugün nəticələr əldə edirik və gələcək üçün də həmin strategiyanı müəyyənləşdirən əsas mərkəzlərdən biri bizik. Ona görə də C5 formatına Cənubi Qafqazın 3 ölkəsi arasından yalnız Azərbaycan dəvət olunmuşdur deyərək proqramımızı yekunlaşdırırıq. Sağ olun, gəlin görüşlərə.